Bu mənzildə ən çox bəyəndiyim mətbəx hissəsi ilə hol hissəsinin ara kəsməsi sürgülü şüşə ilə əvəz olunub. Tavana qədər yığılmış mətbəx mebeli ilə təmin olunub, elektronik cihazların hər biri mövcuddur. Keys edək mənzilin qonaq otağını sizə təqdim edim. Qonaq otağı əşyaları ilə təmin olunub, elektronik cihazların hər biri mövcuddur və mənzilin qiymətinə daxildir. Qonaq otağından eyvan hissəyə keçidi var. Eyvanda iyili qoxulu yeməklərinizi bişirməniz üçün ayrıca mətbəx hissəsi quraşdırılıb. Keys edək mənzilin digər otaqları ilə sizə tanış edim. Mənzilin giriş hol hissəsindəyik. Döşəməsi mərmər qanat isti döşəmədir. Giriş qapısının sol hissəsində güzgülü açarlığı və iki yanaşı yataq otağı. Birinci geniş olan yataq otağı. Yataq otağı əşyaları ilə təmin olunubdur və hər bir mənzilin qiymətinə daxildir. Mənzilin ikinci yataq otağı. Bu yataq otağı da əşyaları ilə təmin olunubdur. Sahəsi 98 kvadrat olan mənzilin hamam otağı. Hamam aksesuarların hər biri ilə təmin olunub. Yerləşmə yeri Kuala Parkı ilə Koroğlu Parkının yaxınlığında Grand Plaza yaşayış kompleksində 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Sahəsi 98 kvadratdır. Qiyməti 435 min manatdır. Sənəd kupça çıxarışdır. Ətraflı məlumatı şərh bölməsində qeyd edəcəm. Təşəkkürlər.